Değerli şagirdlər, bu trigonometriya mövzusuna düşən suallardan biridir. Mən bunu yaza bilərəm ki, kotangens 8 alfa üstəgəl 8 beta üstəgəl beta. 9 betanı parçaladım. Sonra yazıram kotangens 8 alfa plus beta üstəgəl beta bərabərdir. Kotangens alfa plus betamız pi böl 4'dür. 8 vurulsun pi böl 4 üstəgəlinsin beta bərabərdir. İxtisar gedir 2. Kotangens 2 pi üstəgəl beta. Bu da düşəcək ikinci rübə. İkinci rübdə kotangens müsbət olduğuna görə kotangens beta adını dəyişməyəcək. İndi bu sinusu sadələşdirək. Sinus 4 alfa üstəgəl betanı parçalayıram. Evet, 4 beta üstəgəl beta kimi bərabərdir. Sinus alfa 4'ü mörtərizə xaricine çıxartsaq, alfa plus beta üstəgəl beta bərabərdir. Yenə sinus 4 vurulsun alfa plus betamız pi böl 4 üstəgəl beta. Bunlar ixtisar gedəcək. Qalacaq sinus pi plus beta. Pi plus betamız da 3-cü rübə düşür. 3-cü rübdə sinus mənfi alır. Yəni sinus mənfi sinus beta. İndi bunların hasilini istəyir. Yazıram kotangens beta vurulsun mənfi sinus beta. Və kotangens betamız biz bilirik ki, kosinus beta böl sinus beta deməkdir. Vurulsun mənfi sinus beta və sinus betalar ixtisar gedəcək, qalacaq mənfi kosinus beta. Cavab mənfi kosinus beta olacaq.